Həftə sonunu Şamaxıda keçirdik. Səhər yeməyinə getdiyimiz üçün səhər saat 8-də oyandım. Əslində səhər saat 8-də biz artıq çıxmalıydıq, amma hər yerə hər zaman gecikirik. Burada artıq hazırlaşıram. Dostlarımız da artıq gəlib və bizi aşağıda gözləyirlər və budur biz hazırıq. Rəşad gəlir və üzündən də göründüyü kimi çox əsəbidir gecikdiyimizə görə. Nəhayət yola düşdük. Burada Səbnə maşını sürmək istədi və canımızdan qorxurduq. Artıq Şamaxıdayıq. Biraz tez olur. Abqoradayıq. Azərbaycanda haranı səhər yeməyini daha çox sevirsən desələr, bu 100% Abqora olardı. Çünki sırf buranın fəsəlsini yemək üçün Bakıdan neçə dəfə gəlmişəm. Bu dilimə yaxşı baxın, çünki 2 dilim yeməli olduğum halda burada görürsüz ki, yoldaşım bir dilimi götürüb. Əvvəlki videolarımda da görürdünüz, amma mən yenə də ona yemək verirəm. Artıq burada sizi biraz baş-başa buraxacağam ki, təbiətdən zövq alasınız. Bu qədər mənsiz qaldınız bəsdir. İndi isə Çuxuryurdda möhtəşəm bir məkana gedirik. Qapını açdıq və mənzərə çox gözəldir. Şamaxının hündür bir bölgəsinə gəldik. Məkanın adı Buludlara yaxın otel restorandır. Gördüyünüz kimi bu hissələr koteclərə aiddir. Biz isə restorana gəldik və çay dəstgahı sifariş verdik. Mənim üçün rayonlarda çox önəmlidir ki, mənzərə çox yaxşı olsun və belə gözəl anlar qeydə ala bilim. Gördüyünüz kimi oturduğumuz yerdə də mənzərəsi çox gözəl idi. Burada deyəsən Salih həyatı sorğuluyur. Düşünür ki, nigarsız həyat necə də sakit və gözəldir. Sonra reallığa qayıdır. Biz isə heç ara vermədən günorta yeməyi üçün növbəti məkanımız olan Pirqulu restoranına yola düşdük. Buranı da digər məkanlar kimi çox bəyəndim. Həqiqətən çox estetik idi, çox huzur doluydu. Yeməklərimiz gəldi. Burada artıq hər kəs acından ölürdü. Bəli, Rəşad qəsdən kameraya elə baxır ki, mən onu qoymayım, amma burada deyirəm ki, qoyacağam. Son dəfə də mənzərəni çəkdikdən sonra artıq axşam və Bakıya yola düşürük. Sağ olun.